Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Muhammed ve Ali Muhammed. قال الله تعالى في محكم كتابه بسم الله الرحمن الرحيم هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم آمنا بالله وصدق الله العلي العظيم. Əziz möminlər, dünənki söhbətimizdə Allah-u Teala'nın Lafzul Celalə Allah adı barəsində danışdıq. Dedik Lafzul Celalə Allah kəlməsi, Allah ismi bütün Əsma-ül Hüsnanı özündə cəm edən bir isimdir. Allah Teala'nın zat-ı müqəddəsinə işarədir. Çünki hər bir ad ki biz Allahın adlarından məsələn çağırırıq, Ya Rəhman, Ya Rəhim, Ya Rəzzaq, hər bir adda müəyyən bir cəhət nəzərdə tutulubdur. Amma Allah adında bütün bu cəhətlər hamısı özündə əks olunubdur. Ümumiyyətlə Allah Teala'nın sifətləri ilə zatı eyniyyət təşkil edir. Əhl-i Beyt məktəbində, Tohid inancımızda Tohidin bir neçə mərhələsi var. Bir mərhələsi də Ət-Tohid fis-Sifat. Allahın sifətlərində əhədiyyət, Tohid ki, sifətlərlə zat biri-birindən ayrı deyildir. Allah Teala'nın adlarına gəlincə Əsma-ül Hüsnanın sayına dedik ki, bu barədə də müxtəlif fikirlər var. Hədislərdə 99 ad, 360 ad, Coşa Kəbir duasında da 1000'ə qədər ad qeyd olunubdur. Ümumiyyətlə, burada meyar budur ki, Allah Quranda da buyurur ki, Ləhul əsmə'il hüsnə, gözəl adlar Allaha məxsusdur. Yəni, bütün kamilliklər Allahda cəm olubdur. Allah bütün kamilliklərə sahibidir. Ona görə də Allah Teala'nı bütün kamilliklərlə, hər bir kamilliklə vəsf etmək olar. Və keçən dəfə bu hədisə də işarə etdi ki, Şeyx Saduq Ət-Tohid kitabında nəql edir İmam Rızadan ta Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən ki, Peyğəmbər buyurdu, Allahın 99 adı var, mən əhsəhə dəxələl cənnə. Kim bu adları sayarsa cənnətə daxil olar. Və burada da Şeyx Saduq da qeyd edir ki, burada saymaqdan məqsəd elə adları tələffüz etmək deyil, mənalarını dərk etməkdir, mənalarını əhatə etməkdir. Başqa bir hədis də bu hədisə şərh verir, izah verir ki, İnnə lillahi tis'atun və tis'unə xulqən, Allahın 99 əxlaqı var. Hər kəs bu əxlaqla əxlaqlanarsa, dəxələl cənnə, cənnətə daxil olar. Çünki hədislərimizdə də buyurur ki, təxəlləqu bi əxlaqillah, Allahın əxlaqı ilə əxlaqlanın. İnsan ki, yer üzərində Allahın xəlifəsidir, xəlifədən məqsəd dedik ki, onu xəlifə təyin edəni təmsil etməkdir bütün xüsusiyyətləri ilə. Ona görə də insan Allahın Əsma-ül Hüsnasını, gözəl adlarını, o kamillikləri özündə təcəlli etməlidir. O xüsusiyyətlərlə, o əxlaqla əxlaqlanmalıdır. Bizim də elə bəhsdən məqsədimiz budur ki, Allah-u Teala'nın adları və bu adlardakı sirləri, mənaları öyrənək, dərk edək və bunu öz ruhumuza, öz varlığımıza tətbiq edək. Gəldi ki, Allah kəlməsinin sonra mənalarını dedik ki, mənalardan bir də nə idi? Məbud, ibadət olunan. İndi bəndə ilə Allah arasındakı münasibətə nəzər salaq. Burada bir neçə cəhətdən söhbət etmək olar. Yəni, Allaha übudiyyət. Übudiyyət yəni qul olmaq, bəndə olmaq. Allaha bəndəçilik. Allaha bəndəçilik bir neçə mənada, übudiyyət bir neçə mənada izah edə bilərik. Biri budur ki, bəndə heç nəyə sahib deyil. Qul heç nəyə sahib deyil. Hətta öz zatına sahib deyil. Yəni, qədimdən də bu cür oldu. Quldarlıq dönəmində biri gedib bazardan ki, qulu aldı. Bütün varlığı nədir? Bunun sahibinə məxsusdur. Qul heç öz zatına da sahib deyil. Buna görə də qul ağasının izni olmadan heç bir hərəkət edə bilməzdi. Bütün davranışlarını, istər kiçik olsun, istər böyük olsun, bunlar hamısı ağanın rəğbətinə və istəyinə uyğun olaraq, onun sahibinin, malikinin iradəsinə uyğun olaraq tənzimlənməlidir. İkinci cəhətdən, qulun sahib olduğu hər şey onun mövlasının, onun ağasının mülkiyyəti sayılar. Çünki bunun özü, zatı ağaya məxsusdur. Ondan sonra bunun gördüyü hər iş, bütün o zəhmətləri, zəhmətinin nəticəsi
qazancı, mənfəəti, bunlar hamısı yenə nədir? Ağaya məxsusdur. Və bunun əksinə hərəkət etmək, ağasının haqqına qarşı çıxmaq anlamındadır. Bu qul və quldarlıq dönəminə aid qulla ağa arasındakı münasibət. Bəşəriyyət bütövlükdə Allah Taala'nın quludur. Bəşəriyyət bütövlükdə Allah Taala'ya məxsusdur. İnna lillah və inna ileyhi raciun. Bu ayəni biz həmişə xüsusilə də müsibət halında təkrar edirik ki, hamımız Allaha məxsusuq və hamımız da ona qaydacağıq, ona dönəcəyik. Bizim bu dünyada malik olduğumuz, sahib olduğumuz hər şey şərtidir. Biz heç bir şeyə həqiqi mənada bu aləmdə sahib deyilik. Biz özümüz və bizim sahib olduğumuz hər şey Allaha məxsusdur. Allah Teala həqiqi mülk sahibidir. Biz ki, zahirən müəyyən mülkiyyət sahibləri, bu mülkiyyətlər hamısı Allahın bizə verdiyi əmanətlərdən başqa bir şey deyil ki, Allah bunları bizə əmanət olaraq verib ki, görək biz bunu Allahın istədiyi, Allahın iradəsi, ağamızın, sahibimizin, həqiqi malikimizin istədiyi kimi bunlardan davranacağıq, yoxsa öz istəyimizə uyğun olaraq, öz keyfimizə uyğun olaraq davranacağıq. Bizim mülkiyyətimiz demək ki, şərti mülkiyyətdir. Allahın mülkiyyəti şərti mülkiyyət deyil, həqiqi mülkiyyətdir. Bütün varlıq aləmi Allah Taala'dan daima asılıdır, daima ehtiyac içərisindədir. Var olan hər bir şey öz zatı ilə Allahın mülkiyyətindədir. Ona görə də heç bir şey Allahın rızasından, Allahın iradəsindən kənar istifadə etmək doğru deyil. Übudiyyət bunu tələb eləyir ki, biz sahib olduğumuz hər şey Allah üçün sərf edək, Allahın itaətində sərf edək. Əks təqdirdə biz übudiyyətdən çıxmış olarıq, özümüzü müstəqil varlıq hesab etmiş olarıq. Bişr-ül Hafi eşitmişsiniz də. Bişr-ül Hafi İmam Kazım əleyhissalamın dönəmində yaşamış bir Allah dostu olub. Bişr-ül Hafi, Hafi ayaqyalın gəzməkdir. Ayaqyalın gəzənə Hafi deyərlər. Çünki bu adam tövbə elədiyi halda ki, ayaqyalın idi, o gündən elə ayaqyalın gəzdi, adı qaldı Bişr-ül Hafi. Bişr-ül Hafi imkanlı birisi idi, tacir birisi idi. Evində məclislər təşkil eləyərdi, rəqqasələr gələrdi, ud çalardılar, dostları ilə yeyib içərdi. Bir gecədə yenə evində məclis təşkil eləyib, İmam Kazım əleyhissalam onun evini yaşadığı, onun küçəsindən keçir, evinin qarşısından keçir. Bu dəmdə kəniz əlində yemək qalıqları var, zibil çölə atırmış. İmam ayaq saxlayır, soruşur ki, bu evin sahibi quldur yoxsa ağadır? Kəniz də, cariyə də təəccüblə deyir, əlbəttə ki, ağadır, bu Bişirdir, bunu hamı tanıyır. İmam Kazım əleyhissalam bu sözü deyir, sadaqti. Ləv kənə əbdən ləətəə məvləh. Doğru deyirsən, əgər qul olsaydı mövlasına tabi olardı, ağasına tabi olardı. Bu cariyə içəri gələndə Bişir soruşur ki, niyə gecikdin, niyə ləngedin? Deyir, heç bir nəfər belə bir söz dedi, səni soruşdu, mən belə dedim, dedi ki, doğru deyirsən, əgər qul olsaydı mövlasına itaət edərdi. Bu söz o qədər Bişirə təsir edir ki, süfrədən durur, bax, ayaqyalın qaçır, imamın ardınca gəlib, imama çatır və orada tövbə eləyir. Orada tövbə eləyir ki, mən özümü indiyə kimi Allaha qul görməmişəm, mən özümü müstəqil bir şey hesab etmişəm. O gündən də həmin libasında və ayaqyalın gəzibdir. Sahib olduğu hər şeydə Allah üçün, Allah yolunda sərf edibdir. Həqiqi bəndəçilik belə bir bəndəçilikdir ki, insan bütün enerjisini, insan bütün sahib olduğu hər şeyi, istəklərini, rəğbətlərini, zöhdünü, ibadətini, hər şeyini Allahın iradəsi çərçivəsində həyata keçirir. Mövlasının rızası, Allahın razılığı çərçivəsində bunları edir. Allahın əmrlərini yerinə yetirir, qadağalarından çəkinir. Übudiyyətin ikinci cəhəti budur ki, übudiyyət tələb edir ki, insan Allahdan qeyrisinə sığınmasın, Allahdan qeyrisindən yardım diləməsin. Çünki həqiqi Mövla odur, maliklərin maliki, hər şeyin sahibi odur. Quran-ı Kərimdə də biz hər gün namazımızdakı Qurandan bu ayəni oxuyuruq. Fatihə surəsində İyyəkə nə'budu və İyyəkə nəstə'in. Ki, ilahi, yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik, səndən yardım diləyirik. İnsan dəstəyi, köməyi Allahdan istəməlidir, Allaha etimad etməlidir. Bir gün bir sahabə, kasıb bir sahabə idi. Xanımı buna deyir ki, get Peyğəmbərdən bir şey istə də. Kimin imkanı yoxdur, gedir Peyğəmbərdən bir şey istəyir, Peyğəmbər də ona verir.
Bu gəlir Peyğəmbərin yanına. Sahabələr də oturub Peyğəmbərin yanında. Peyğəmbər söhbət edir, sahabələr dinləyir. Peyğəmbər bu kəlməni işlədir orada. Mən səələnə a'taynah və mən istəğnə annə a'tahullah. Kim bizdən bir şey istəsə biz ona verərik. Kim Allahdan istəsə, yəni ehtiyatsız göstərsə özünü, Allah ona verər. Bu utanır istəməyə, qayıdır gəlir. Xanım soruşur, nə oldu? Deyir, bəs heç utandım Peyğəmbərdən istəməyə. Sabahsı yenə xanım bunu əl çəkmir ki, get Peyğəmbərin yanına, get bir şeylər istə. Yenə gəlir Peyğəmbərin məclisinə, yenə söhbət əsnasında Peyğəmbər bu sözdür. Kim bizdən bir şey istəyirsə verərik. Və mən istəğnə annə, kim bizdən ehtiyatsız olarsa, bizə ehtiyatsız olarsa, ehtiyacını bizə bildirməzsə, atahullah və yaxud da əğnahullah, Allah onu zənginləşdirər, Allah ona verər. Bu sahabə deyir ki, yox, Peyğəmbər bunu elə belə demir, elə bu mənim dərdimin dərmanıdır, mənə deyir elə bu sözü. Oradan çıxandan sonra gedir birindən balta kirayələyir, birindən ulaq kirayələyir, gedir o Mədinənin ətrafında qurumuş xurma kötüklərindən yığır, toplayır, odun gətirir, satır. Belə özünə bir balta da alır, bir ulaq da alır, odunçu olur, ruzisini də təmin eləyir. Ruzunu verən Allahdır. İnsan Allahdan yardım diləməlidir. Bir hədisimizdə də var ki, hədisi qüdsədir ki, Allah Teala Həzrəti Musa əleyhissalama vəhy etdi ki, ey Musa, yeməyinin duzunu da belə məndən istə. Ki, hər şeyi məndən istəyəsən. Allahdan qeyrisini üst tutmaq olar, amma bu şərtlə ki, onu müstəqil görməyəcəksən. O müstəqil heç kim, Allahdan savayı heç kim, heç kəsə müstəqil nə zərər verə bilər, nə xeyir verə bilər. Yalnız Allahın izni ilə mümkündür bu. Quran-ı Kərimdə də Allah Teala Zuhruf surəsi 32-ci ayədə buyurur: "Əhum yaqsimuna rahmete rabbika?" Məgər onlar sənin Rəbbinin rəhmətini bölüşdürürlər? "Nahnu qasamna beynəhum məişətəhum fil hayatid dunya." Biz dünya həyatında insanların arasındakı məişətlərini, dolanışıqlarını biz bölmüşük. Allah ruziləri bölüb. "Və rafa'na ba'dahum fawqa ba'd." İnsanların bir qismini bir qismindən üstün etmişik. Niyə? "Və rafa'na ba'dahum fawqa ba'din dərəcət liyattaxiza ba'duhum ba'zan suxriyyə." Bir-birini işçi tutsunlar. İmkanı olmayan gedir imkanının yanında işləsin. Allah ruzunu birinin əli ilə digərinə verir. Amma bunları edən Allahdır, ruzunu verən Allahdır. "Və rahmetu rabbika xeyrun mimma yecmaun." Və Rəbbinin rəhməti insanların yığdıqlarından, topladıqlarından daha çox xeyirlidir. Burada indi müəyyən söhbətlər var ki, biz mövzudan yayınmamaq üçün mən sadəcə toxunub keçirəm ki, biri budur ki, məsələn, şəfaət bu mənada bundan istisnadır. Çünki şəfaət özü, təvəssül özü Allahın qoyduğu sünnə əsasındadır. Sən Quran-ı Kərimdə də buyurur ki, əgər onlar özlərinə zülm edib, sənin yanına gəlsələr ya Rasulallah, istəğfirullah və istəğfirə ləhəmür Rasul, Allahdan istiğfar etsələr, Peyğəmbər onlar üçün istiğfar istəsə, Ləvəcədullaha tövvabən rəhimə. Allah'a tövbələr qəbul edən və mərhəmətli görərlər. Sadəcə olaraq Allahdan qeyrisinin müstəqil nəsə etməyinə inanarsa insan, bu şirk olar. Amma hər şeyin sahibi Allahdır. Allah bəzi qulların əli ilə insana həm maddi, həm də mənəvi yardım edə bilir. Bunu inanc, istər bu dünyavi məsələlərdə olsun, istər dini məsələlər olsun, burada heç bir şirk və heç bir problem yoxdur. İmam Sadiq əleyhissalam Əbu Hənifə ilə oturub yemək yeyirdi. Yemək bitəndən sonra, süfrədəki yemək bitəndən sonra İmam Sadiq əleyhissalam belə dedi. Dedi ki, "Həzə min fadlillahi və rasulihi." Bu Allahın lütfündən və Rasulun lütfündəndir. Yəni bu bizə bəxş olunan nemət Allahdandır və Rasulun lütfündəndir. Allahın lütfündən və Rasulun lütfündəndir. Əbu Hənifə dedi ki, "Ya Əbə Abdillah əşrəkt." Ya Əbu Abdullah, şirk elədin axı sən. Rasulullahın Allah'a yanında Rasulullahın lütfündən danışırsan. Bu şirkdir axı. Hər şey Allahın lütfündəndir. Rasulullahı bura niyə gətirdin, yapışdırdın? Dedi, bu dediyim Quranda əsası var. Tövbə surəsində var. Allah Teala buyurur ki, "Əğnahumullah." Allah onları zənginləşdirdi öz və Peyğəmbərinin lütfu ilə. Hər halda bu mövzumuzdan kənarıdır. Biz gəldik indi üçüncü cəhətə ki, bəndəçiliyin üçüncü cəhəti nədir? Bəndəçiliyin üçüncü cəhəti budur ki, Allahın əmrlərini yerinə yetirən, Allahın qadağalarından çəkinən insan niyyəti nədir? Hansı məqsədlə bu işləri edir? Burada bir neçə səbəb ola bilər ki, insan qul ağasına itaət etsin. Birincisi qorxu amilidir. İnsan Allahın ədalətindən, Allahın qəzəbindən qorxur. Qorxur ki, Allahın əmrlərinə və qadağalarına müxalif olduqda Allah ədalətlə cəza verəcək. Allah ədalətdən kənar heç nə etməz.
Amma Allahın ədaləti bizim üçün çox ağırdır. İmam Zeynalabdin əleyhissalamın dualarında deyir ki, ilahi, bizimlə lütfünlə davran, ədalətinlə davranma. Allah ədaləti ilə davransa, çox az insanlar o ədalətdən haqlı çıxar. Allahın ədalətindən qorxur, Allahın qəzəbindən qorxur və Allaha itaət eləyir. Düzdür, burada məqsəd baş verir, yəni Allaha itaət, qul Allaha itaət eləyir. Lakin bu qulun Allaha itaətini çox aşağı mərhələdə olan, zəif mərtəbədə olan bir itaət növüdür. Çünki Allahın ədalətindən və ya Allahın qəzəbindən qorxu olmasaydı, Allaha itaət etməzdi. Bu hökmləri yerinə yetirməzdi, namaz qılmazdı, oruç tutmazdı. O ariflərdən birinin bir sözü var, deyir ki, tutaq ki, bax belə fərz et. Fərz et ki, Allah Taala bütün bu vacib hökmləri insanların öhdəsindən götürər. İbadət hökmünü götürər, deyir, bəndəm, istəyirsən namaz qıl, istəyirsən qılma. Onsuz da mən səni cənnətlə mükafatlandıracağım. İxtiyar sahibi sənsən. Deyir, hansımız gündə bu 5 namaz qılıraq, onu qılarıq. Bir özümüzə deyir, bunu sual verək. Sonra özü-özünə cavab verir. Deyir, mən şəxsən nəfsimə baxıram, görürəm ki, nəfsim deyir ki, qılmazdım yəni. Bir çoxlarımızın ibadəti nədir? Qorxu amili üzərindəki Allahın ədalət və qəzəbindən qorxur. Amma bu aşağı məqamdır. Niyə? Çünki o qorxu olmasaydı, Allahın ədalətindən, qəzəbindən qorxu olmasaydı, ibadət edən də olmazdı, itaət edən də olmazdı. İkinci, rəğbət məsələsidir. İnsanın Allahın lütfüne olan rəğbəti, Allahın daimi nemətlər ki, vəd eləyib qiyamətin günündə, insanın buna olan rəğbəti, insanı Allaha ibadətə şövqləndirir, Allaha ibadətə çəkir. Çünki bilirsən ki, Allah əkrəmul əkrəmindir, səxavətlərin ən səxavətlisidir, bəxş edənlərin ən alisidir. Sən də Allah yanındakı daimi xeyirləri, daimi bərəkətləri, axirət bərəkətlərini əldə etməkdən ötürü neyinir? İbadət eləyir, itaət eləyir. Burada da ibadətin mənşəyi nədir? Mənşəyi xeyri sevməkdir, özü üçün mənfəət sevməkdir, özü üçün xeyir sevməkdir. Bu ibadətin də mənşəyi Allah-u Teala deyil. Ona görə də, məsələn, Əllamə Təbətəvə İyyəkə nə'budu və İyyəkə nəstəyin ayəsinin təfsirində deyir ki, əgər insan qorxudan Allaha ibadət edirsə və ya şövqdən, cənnət nimətlərinə olan şövqdən dolayı Allaha ibadət edirsə, bu ixlas deyil. Niyə? Çünki bunların hər ikisində Allah vasitədir. Vasitədir insan cəhənnəm odundan qurtulsun, vasitədir insan cənnətə gedib çatsın. Halbuki Allah hədəf olmalıdır. Necə ki, Əmir əl-Möminin əleyhissalam buyurur ki, ilahi, mə əbəddükə xavfən min narikə və lə şövqən ilə cənnətik. İlahi, nə sənin cəhənnəmin qorxusundan sənə ibadət etdim, nə cənnətə olan şövqdən dolayı ibadət etdim. Vəcəddükə əhlən lil-ibadəti fəəbəddük. Səni ibadətə layiq gördüm və ibadət etdim. Bax, şükür və sevgi ilə olan ibadət budur. Bu üçüncü mərhələdir. Səbəbdir ki, bəndə Allaha qulluq edir, bəndəçilik edir. Səbəb nə olmalıdır? Sevgi olmalıdır, məhəbbət olmalıdır, şükür olmalıdır, Allahı tanımalıdır, Allahın insanlara bəxş etdiyi, varlığa bəxş etdiyi bu sonsuz nemətləri, bu rəhməti görüb, dərk edib, Allahı sevməlidir. İmam Həsən əleyhissalam buyurur ki, mən ərəfəllah fəqat əhəbbə, kim Allahı tanısa, Allahı sevər. Allahı tanıyan kəslər, bax, Allahın o kamillikləri onlar üçün mükaşəfə baş verir, aşkarlanır. Qəlb gözü ilə o ilahi cəmalı, o ilahi cəlalı görürlər. Elə həqiqətlər dərk edirlər ki, onu qəlblə dərk etmək mümkündür. Nə zehin onu təsəvvür eləyə bilir, nə dil onu izah edə bilir. İki cür hicablar var da. Bir var zülmət hicabları, bir var nurdan olan hicablar. Zülmət hicabları günahlardır. Günahlar insanın ruhunu zülmətə doğru aparır. Bunlar zülmət hicablardır. İnsan bunları keçir. Və mümkündür ki, məsələn, çox rahat keçsin bunlardan. Nur hicablarından keçmək çox çətindir, bax. Nur hicabları bizim böyük ustadlardan Cami-i Saadət kitabının müəllifi Mevlana Muhammed Mehdi Nəraqi deyir ki, nur hicabları bilsin nədir? Nur hicabı budur ki, deyir, insan cəhənnəmin qorxusundan Allaha ibadət eləyir. Cənnətə olan şövqdən dolayı Allaha ibadət eləyir. Amma cənnət və cəhənnəmin, dünya və axirətin həqiqi sahibi olan Allahdan qəflətdədir. Nur hicabıdır ki, Allahdan qəflətdə olan insan. Axirət qəbul edir, ibadəti yerindədir. Namazında Allahdan başqa hər şeyləndir. Bu nur hicablarından da keçmək lazımdır. İmam Cəfər Sadiq əleyhissalamdan belə bir hədis nəql olunur ki, bunu deyim inşallah bundan tamamlayaq söhbətimizi. Bu hədis əleyhissalamdan da nəql olunub.
ki, Aleyhisselam ibadət edənləri 3 dəstəyə bölür. Bir dəstə Allaha ibadət edir, cəhənnəm qorxusundan deyir, bu qulların ibadətidir. Bir dəstə Allaha ibadət edir, cənnətə görə bu tacirlərin ibadətidir. Bir dəstə Allaha ibadət edir, Allahı ibadətə layiq bildikləri üçün bu da nədir? Azad insanların ibadətidir. Təqribən buna məzmun bir hədisdə də İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, İmam buyurur, İnnən nəsə ya'budunallaha alə thələsəti əvcih. İnsanlar Allaha 3 formada ibadət edir. Fətabaqatun ya'budunaha rəğbətən fi səvabi. Bir təbəqə Allaha ibadət edir, savaba olan rəğbətdən dolayı. Fətilkə ibadətül hurasa. Deyir, bu hərislərin ibadətidir. Və huvət təmə'. Bu ibadət tamahdır, ibadət deyil. Arxasında tamah dayanır. Neynəsin, geçsin bu? Savab əldə eləsin, ancaq mükafat üçün ibadət eləyir. İbadət buna görə olmamalıdır. Bəzən məsələn biz dua kitablarında oxuyurlar, falan namazı qılsan, falan qədər sənə savab verirlər. Bir çoxları artıq gedir o savabı hesablamağa. Axtar o savabı çox olan şey. Buna görə olmamalıdır ibadət. Buna görə olan ibadət sərin ibadətidir, tamam. Bu nurdan olan hicab budur. Sən savabında olunca qaçırsan, amma Allahdan qəflətdəsən. Sən ibadət edirsən ki, o mütləq kamillik olan Allaha ruhan bağlanasan, qəlbin o kamilliyin gözəllikləri, o cəmalı seyr eləyə bilə, o kamillikdən bir şey əxz eləyə biləsən. Öz ruhun nöqsanımızı, qüsurumuzu Allah'taki kamilliklərlə dolduraq. Yox gələ, oturaq savab yazaq ki, bu 2 rükət namazı qılsam 1000 rükət mənə savab veriləcək, filan olacaq. Fətabaqatun ya'budunaha rəğbətən fi səvabi. Fətilkə ibadətül hurasa. Bir təbəqə Allaha ibadət eləyər, savabına olan rəğbətdən dolayı bu hərislərin ibadətidir. Və huvət təmə, bu tamahkarlıqdır. Və axərunə ya'buduna xavfən minən-nar. Başqaları Allaha ibadət edir cəhənnəmin qorxusundan. Fətilkə ibadətül abid. Bu qulların ibadətidir. Ağasına qorxudan ibadət eləyən qulların ibadətidir. Və hiyə rəhbətun. Bu deyir qorxudur, bu da ibadət deyil. Vələkinni a'buduhu hubban lahu. Lakin mən Allaha olan sevgidən dolayı ibadət edirəm Allaha. Fətilkə ibadətul kiram. Bax deyir, hörmətli, şərəfli, uca insanların ibadəti bu ibadətdir. Və huvəl əmin. Bu ibadət əminamanlıqdır. Deyir, Allah buyurur, və hum min fəzəin yevmə izin əminun. Nəml surəsi 79-cu ayədə. Onlar həmin gününün qorxusundan əminamanda olacaqlar. Bu deyir, o kəslərin ibadətidir ki, Allaha sevgidən dolayı ibadət edirlər. Onlar qiyamət günü əminamanlıq içərisində olacaqlar. Allah Teala bizi və sizi həmin o əminamanlıq içərisində olan qullarından qərar versin inşallah. İbadət və itaətlərimizin, tutduğumuz orucların qəbul olunması üçün Peyğəmbər və Ali Peyğəmbərin uca məqamına salavat zikr edək. Allah salli ala Muhammed və Ali